Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Bugün sizlər üçün may ayının 19-u 2026-cı il tarifinə olan Azərbaycan üzrə ətraflı hava proqnozunu təqdim edirik. Sabah ölkə ərazisində hava şəraitinin dəyişkən keçəcəyi gözlənilir. Bəzi bölgələrdə yağış və külək müşahidə olunacaq. Digər ərazilərdə isə günəşli hava üstünlük təşkil edəcək. İndi isə bölgələr üzrə daha ətraflı hava məlumatına nəzər salaq. Paytaxt Bakı və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu olacaq. Gün ərzində arabir günəş müşahidə olunsa da axşam saatlarına doğru buludluluğun artacağı ehtimal edilir. Şimal küləyi bəzi ərazilərdə güclənəcək və havada sərinlik hiss olunacaq. Gecə saatlarında temperatur nisbətən aşağı düşəcək. Səhər və axşam saatlarında açıq havada olan vətəndaşlara küləkli havaya qarşı diqqətli olmaları tövsiyə edilir. Sumqayıt şəhərində də hava Bakı ilə oxşar olacaq. Gün ərzində külək üstünlük təşkil edəcək. Dəniz kənarı ərazilərdə hava bir qədər sərt hiss edilə bilər. Günorta saatlarında qısa müddətli günəş müşahidə olunsa da, axşam saatlarında səmada buludların artacağı gözlənilir. Qubaq, Qusar və Xaçmaz rayonlarında hava əsasən sərin keçəcək. Dağlıq və dağ ətəyi ərazilərdə arabir yağış ehtimalı var. Bəzi yüksəkliklərdə duman müşahidə oluna bilər. Səhər saatlarında yolların sürüşkən olma ehtimalı olduğuna görə sürücülərə diqqətli olmaları tövsiyə edilir. Güclü külək səbəbilə açıq sahələrdə ehtiyatlı olmaq vacibdir. Şəkiza, Qatala və Qax bölgəsində gün ərzində dəyişkən hava şəraiti gözlənilir. Güneşli hava ilə yanaşı qısa müddətli yağış keçidləri də mümkündür. Dağlıq kəndlərdə hava bir qədər sərin olacaq. Günorta saatlarından sonra bəzi ərazilərdə göy gurultusu eşidilə bilər. Gəncə, Naftalan və ətraf rayonlarda hava əsasən mülayim keçəcək. Səhər saatlarında açıq hava müşahidə olunsa da günortadan sonra buludluluq artacaq. Külək zəif və arabir orta güclü olacaq. Axşam saatlarında qısa müddətli yağış ehtimalı var. Qarabağ və Şərqi Zəngəzur bölgəsində hava dəyişkən olacaq. Şuşa, Laçın, Kəlbəcər və digər yüksək dağlıq ərazilərdə hava daha sərin hiss ediləcək. Gün ərzində yağış keçidləri mümkündür. Bəzi dağı yollarında duman müşahidə oluna bilər. Səfərə çıxan şəxslərə hava şəraitini nəzərə almaları tövsiyə edilir. Aran rayonlarında, xüsusilə Bərdə, Yevlax, Ağcabədi, Beyləqan və ətraf ərazilərdə hava əsasən isti və quru keçəcək. Gün ərzində günəşli hava üstünlüyü təşkil edəcək. Axşam saatlarına yaxın bəzi yerlərdə külək güclənə bilər. Açıq havada çalışan şəxslərə günün isti saatlarında daha diqqətli olmaq tövsiyə olunur. Lənkəran, Astara, Lerik və Cənub bölgələrində rütubətli hava şəraiti davam edəcək. Gün ərzində arabir yağış yağacağı ehtimal edilir. Dağlıq ərazilərdə duman və aşağı görünüş müşahidə oluna bilər. Sahilyan ərazilərdə isə mülayim külək əsəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən sabit və günəşli olacaq. Gün ərzində isti hava müşahidə ediləcək. Axşam saatlarında bəzi dağlıq ərazilərdə küləyin güclənməsi mümkündür. Ümumilikdə isə bölgədə əlverişli hava şəraiti gözlənilir. Hörmətli izləyicilər, sabah bəzi bölgələrdə küləkli və yağışlı hava şəraiti müşahidə olunacağı üçün xüsusilə səhər və axşam saatlarında diqqətli olmaq tövsiyə edilir. Sürücülər sürət həddinə nəzarət etməli. Piyadalar isə küləkli hava zamanı ehtiyatlı davranmalıdır. Əgər hava haqqında ən son məlumatları, gündəlik xəbərləri və maraqlı yenilikləri izləmək istəyirsinizsə, kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizə xoş və təhlükəsiz bir gün arzulayırıq.